Sizcə işə götürənlər üçün biri də siz, vacib olan nədir? Portfel yoxsa sertifikat? Tələbə ilk öncə ixtisasını bilmədiyi üçün çox şey qaçırır. Sizcə marketinq üzrə təhsil vacibdirmi, yoxsa elə gedib sertifikat almaq və ya hansısa bir təlimə qoşulmaq kifayət eləyir? Praktikasız nəzəriyyə və nəzəriyyəsiz praktika, yəni sabun köpüyü olur. Deyir ki, gəl sosial mediada bir şeylər paylaş, heç onun adına şey demir. Deyir ki, Instagramda, Facebookda bir şey paylaş, işimiz yaxşılaşsın. Bu qədər sadə yanaşırlar. Çünki biz izah eləmirik. Tələbə universiteti bitirənə, iş həyatına atılana qədər eyni təfəkkürdə qalırsa, bu artıq tələbənin problemidir. Qarşımıza gələn insanın hansı sertifikata, hansı təhsilə malik olmasından əlavə, hansı vizyona sahib olması önəmlidir. Ümumiyyətlə marketoloq hansı işləri görür? Çünki LinkedIn-də iş elanlarını görürəm və çoxunda yazılır SMM tələb olunur. SMM-ə videoda çəkdirirlər, montaj eləyir. Sonra qrafik dizayn işi ilə də məşğul olmalıdır. Yəni marketinqə bunların hamısı daxildirmi? Üçüncü qonağımız Bravo Texnologies şirkətinin rəhbəri və idarəetmə və marketinq üzrə ekspert Saday Əlverdiyevdir. Xoş gəlmisiniz Saday müəllim. Salam Nigar, təşəkkür edirəm dəvət üçün. Ümid edirəm suallarım da asandır. Çalışacağam cavab verim. Yəni bacardım. Elə isə vaxt itirmədən ilk sualımızla başlayaq. Buyurun. Biz marketinqi necə başa düşürük və əslində marketinq nədir? Nigar, qəşəng sualdır. Məncə aktual sualdır, aydınlaşdırılmalıdır hətta. Belə biraz emosional cavab versəm, tam başa düşmürük deyə bilərəm və yaxud da biraz başa düşürük. Çünki statistika çoxluğa görə götürülür. Mən çoxluğun əsasında deyirəm. Təbii ki, ölkədə bunu yetərincə yaxşı bilən kütlə var. Ümumiyyətlə götürsək, marketinqin tərifi baxımından danışsaq, çoxdur tərifi. Amma məncə bunu belə ümumiləşdirə bilərik. Doğru məhsulu doğru zamanda, doğru şəxsə, doğru şəkildə və doğru tərzdə satmaq və ya təqdim etmək bir sənətidir, elmidir, sahəsidir, belə deyə bilərik. Mənim fikrimsə, mən belə mənə qalsa, mən bunu belə adlandıraram. Ümumiyyətlə, marketinq fərqindəlilik və təqdimat sənətidir. Çünki bu ikisini bacarsaz, istənilən məhsulda, istənilən xidmətdə uğur qazanmama şansınız yoxdur. Sadəcə üslubu və yolu, metodu düzgün bilmək lazımdır. Əla, marketinq sahəsində günü-gündən maraq artır və bu günümüzün ixtisasıdır. Sizcə marketinq bizə nə verir? Az öncə bir şeyi vurğuladıq. Marketinq həm də təqdim etmə metodudur. Siz necə təqdim etsəz, qarşı tərəf o şəkildə qəbul edəcək. Milli mətbəximizdən sevdiyiniz yeməklərdən nəyini götürə bilərik? Aş, dolma, kabab. Az vaxtımızdır. Gəlin dolma götürək. Var deyirik dolma. Dolma artıq bir standart deyən kimi həm dad gəlir sizə artıq bir neuromarketinq. Bir də bunun artıq standart bir məbləği var. İstənilən restorana getsəz biləcəksiniz məbləğini. 3 aşağı 5 yuxarı. Bir də bunu fərqli təqdim etsək, desək ki, Bakı bağlarının münbit torpaqlarında təbii günəş şüaları altında yetişdirilən, əllə toplanmış ağşanı üzümünün yarpağından bükülən, geniş otlaqlarımızda təbii şəkildə qidalanan inəklərin ətindən, üstəlik 10-12 saat dincəldikdən sonra hazırlanmış əti, Səfalı Gədəbəyimizin bərəkətli torpağında yetişmiş aromatik şirin soğanından, sonra gözəl şəkimizin xüsusi nəmlik və minerallarla zəngin torpağında yetişmiş düyüsündən, Xəzər dənizinin sahillərində sink, maqneziumla zəngin, xüsusi metodla kristallardan əldə edilmiş, duzumuzun dadlandırdığı, Qafqaz dağlarının ətəklərində yetişən reyhanımız və digər ədviyyatlarımızın qarışığından hazırlanmış bir yemək desək, hansı daha premium oldu və hansı daha baha satılan bir səviyyəyə gəldi, çatdı? İkinci. Baxın, marketinq budur. Və fikir verin, hər ifadədə qiymət bir 15% qalxdı. Və nəticədə sizə hazır olan sadəcə dolmanı bir balaca doğru şəkildə təqdim edərək, yalan yoxdur burada, təqdim etmə üslubumuzu dəyişərək daha çox pul qazanmağı hədəfləyirik və əldə edirik. Bugün brendləşən, böyük və kiçik fərq etməz. Xüsusən restoranları görürsünüz, insanlar şou eləməyə başlayıblar. Yemək gətir, yeyim, gedim də. Yəni onu kimsə gətirir, kəsən başqadır, duzu tökən başqadır. Niyə? O sadəcə sizin masanıza gəlsə, siz özünüzü o qədər xoşbəxt hiss eləməyəcəksiniz. Yeməkdir, yedim, getdim. Amma orada şou gördünüz deyə ödədiyiniz pul artıq şouya gedir.
dolma yeyəndə nəzərə alın. Marketinqi bilməyən tələbə hansı fürsətləri qaçırır? İxtisası marketinq olan, ümumiyyətlə gəlin bu ümumiləşdirək də. Bizim ölkədə bu dəqiqə tələbə çox şey qaçırdır. Tələbə ilk öncə ixtisasını bilmədiyi üçün çox şey qaçırdır. Hələ üstəlik gərək ki, marketinqini bilmir və bu daha çox şey itirir ki, o adam ixtisası marketinqdir. Niyə? Çünki irəliləyən zamanda başa düşürsüz ki, marketinq bizneslər üçün bir növ roadmap deyək, yol xəritəsi və yaxud da bir planlama eləyə biləcək bir beyin ixtisasıdır. Bunun üçün siz buna hazır olmalısınız. Sizə hansısa bir öhdəlik verildiyi zaman. Amma ümumi götürəndə məncə tələbələrimizin xətaları çoxdur. Biz də bu xətaları eləmişik və indi çalışırıq ki, onlara məsləhət verək ki, ixtisasınızı öyrənin əzizlərim. Pul qazanım, biznesimi qurum, həyata tez atılım, necə eləyim populyar olum. Məsələn, bu artıq bəzi sosial şəbəkələrimiz görürsünüz. Artıq orada reyting və istifadə və populyar olma, kontent yaratma yaş məhdudiyyəti deyək, yaş səviyyəsi deyək, artıq məktəb səviyyəsinə düşüb. Ümumiyyətlə belə keçmişik. Çox erkəndir bunlar. Siz həyatın hansı dövründə olduğunuzun fərqində varmalısınız və o dövrdə sizdən nə tələb olunursa onu eləməlisiniz. 4 illik bir vaxt verilibsə sizə, bu vaxt ərzində iş həyatına, karyeraya belə atılacaqsınız da. Buna hazırlıq dönəmidir. İxtisasınızı öyrənin, dil biliklərinizi yaxşılaşdırın. Artıq bir növ müharibəyə hazırlaşırsınız da, necə ki, bir idmançı məntiqi ilə yarışa hazırlaşmadan yazış 10 dəqiqə, 5 dəqiqə və s. çəkə bilər, amma hazırlıq aylarla, illərlə çəkir. O 4 illik hazırlıq bütün həyatınız üçün bir növ təlim, necə deyək, dönəmidir. Buna hazır olmaq lazımdır. Boş verməliyik biz pafosu, əlavə pul qazanım, neyniyim, necə eləyim. İlk öncə, təbii ki, onlar da kimsə bacarığı varsa, əla, mükəmməl. Amma onlar əsas məqsədin yanında əlavə hədəflərdir, əlavə məqsədlərdir. Əsas məqsədiniz birinci bunları bilmək və hazır olmaqdır. Təbii ki, marketinqi bilməyən adamda, örneğin mən marketinq oxuyurdum və onu bilmirdim. Mən onu 4-cü kursda bilmişəm ki, əslində marketinq nədir? Qiymətləri məlaydı, oxuyurdum, dərsli kitabda baxıb gedirdim, amma bir də aşılayan tərəf də var da, mən aşılanmırdım, sadəcə oxuyurdum və gedib danışıb pul qiymətimi alırdım. Amma 4-cü kursun sonunda başa düşdüm ki, əslində bu bir artıq ixtisasdan əlavə bir həyat tərzi kimi bir şeydir. Bunu bilmədiyim zaman 3 ilimi itirmiş oluram və dediyim kimi mən iş həyatında artıq özümü inkişaf elətdirməyə başladım. Universitetdə oxumadığım şeyləri oxumağa başladım, əksiklərimi tamamlamaya başladım. Fərqində olsaydım, o 4 illik periodda bunlara hazırlaşardım, misal. O 4 il qanundur. Siz zaten karyeraya başladığınızda itirdiyiniz o universitetdəki 4 ili burada bərpələməli olursunuz. Hazır deyilsinizsə. Bax, itirdiyiniz və fərqində olmadığınız məsələ illəriniz olur. Mövzu budur. Sizcə marketinq üzrə təhsil vacibdirmi, yoxsa elə gedib sertifikat almaq və ya hansısa bir təlimə qoşulmaq kifayət eləyir? Nigar, əla sualdır. Ümumiyyətlə, öyrənmə elə bir şeydir ki, dayanmamalı bir məsələdir və daim üzərində işləyib öyrənməliyik. Amma burada da yeni fərqləndirmək, əsas təhsil və sonraki təhsil. Kurslar, təlimlər, bunlar sürətləndirilmiş təhsil addımlarıdır deyək, formatlarıdır. Və burada daha çox praktiki bacarıqlar əldə edirsiniz və öyrəndiniz, həmən tətbiq edirsiniz. Və yaxud da hansısa кейslər üzərindən, yaşamış təcrübələr üzərindən biliklərinizi artırırsınız. Bu sizcə bir şeydir. Siz nəsə bilməlisiniz ki, bunun əsasında biliklərinizi artıra biləsiniz. Mən mövqeyim belədir əslində. Ona görə siz hansısa şəkildə təhsil almış olmalısınız. Bu təhsil özündə, məsələn, əgər bizim ixtisasdan danışırıqsa marketingdən, burada menecment, iqtisadiyyat, psixologiya, analitika və bu qabiliyyətləriniz bu və ya digər şəkildə olmalıdır. Reallıq odur ki, universitetlər ixtisasınıza qədər müxtəlif humanitar, texniki fənlər də tədris edirlər və hamısından əmin olun ki, nəsə götürürsünüz. Və məcbur olaraq siz yeni, belə deyim, zəmininiz var və onun üzərində hansısa təlimlərdə, praktikalarda, forumlarda nəsə öyrənə biləcək kapasitədə olursunuz, yəni bir qabiliyyətdə olursunuz. Ona görə də A və B ayıra bilərik. Universitetinizi oxuyun, universitetiniz yoxdursa belə, məsələn, ixtisasınız fərqli ola bilər. Atıram, mühasiblik bitirmisiniz, mühasibat şotunu bitirmisiniz və marketingə keçid etmək istəyirsiniz. Bu halda təbii ki, sizin əlinizdəki imkan nə olacaq? Öz üzərinizdə universitetin verməli olduğu hansısa bilikləri özünüz qazanmağa çalışacaqsınız. Əmin olun,
praktikasız nəzəriyyə və nəzəriyyəsiz praktika, yəni sabun Mümkün. köpüyü olur. Bəli. Deyim. Balanslı olmalıdır. Balanslı olmalıdır və ahəngli olmalıdır. Tələbələr və məzunlar marketinq deyəndə nə hesab başa düşür? Bu məsələ sadəcə onların öhdəliyində olan bir xəta deyil. Bu bizim bazarın yanlış səsləndirməsidir və ümumiyyətlə qlobal yanlış səslənmədir. Çox bəsit. Bizim elə ən yaxın ölkələrdən biri Türkiyədir. Hansı ki biz daha çox onlardan faydalanırıq reklam baxımından, marketinq baxımından, təlimlər baxımından. Onlarda hələ də pazarlama dediyimiz zaman qapı-qapı gəzib nəsə satan insan anlayışı var. Hətta bu məşhur kino var, görmüsünüz. Osman pazarlama çox bəsit. O əslində türk insanının təfəkküründəki marketinqin yerini göstərir. Təbii ki, orada da çox böyük holdinglər var, artıq təlimlər var, anlayır. Amma biz anlamayan kütlə ilə ölçürük, bilməyən. Bax, bu yanlış anlaşılmalar yaradan bilməyən kütlədir. Bizim ölkədə də bilməyən kütlə çox olduğu üçün, təbii ki, onu qınamıram. Bilə-bilə öyrənirlər, tələbələrdə də. Bunu ona görə ümumiləşdirə bilərik ki, bizim sayəmizdə əslində kim bizim qarşımıza çıxırsa onlara izah eləməliyik ki, marketinq nədir və nə deyildir. Marketinq misal, o bayaq dediyimiz qapı-qapı gəzərək nə isə təklif etmək marketinq deyil. Bir biznes modeli ola bilər, bir ünsiyyət modeli ola bilər, amma marketinq deyil. Orada marketinq bir tik ola bilər, yəni bir aləti ola bilər, istifadə ediniz, o mümkün deyil. Məsələn, satış, reklam, sadəcə sosial media, hansısa press relizin mətbuatda nəyisə paylaşılması, bunların hamısı sadəcə marketinq deyil. Yəni insanlar marketinq dediyimiz zaman bugün əksər insan reklam bilir və bununla ölçür. Ya da satış. Deyir ki, gəl, sosial mediada bir şeylər paylaş, heç onun adına şey də demir. Deyir ki, Instagramda, Facebookda bir şey paylaş, işimiz yaxşılaşsın. Bu qədər sadə yanaşırlar. Çünki biz izah eləmirik. Ona görə də mən tələbəni qınamıram. Tələbənin üstünlüyü odur ki, onun beyni var. Onun əlində resursu var. Oxuyaraq özünü yaxşılaşdıra bilər. Tələbə universiteti bitirənə, iş həyatına atılana qədər eyni təfəkkürdə qalırsa, bu artıq tələbənin problemidir. Özünü tanıtmaq istəyən tələbə və məzun ilk hansı addımdan başlamalıdır? Bunu tanıtmaq nə mənada deyirəm? Sosial mediada tanıtmaq mənasında deyirəm. Okey. Özünü tanıtmaq istəyən tələbə sosial mediada özünü necə tanıtmalıdır? Tamam. Bunu da belə eləyə bilərik. Çox maraqlı nüansdır bu. Məncə populistlik, məşhurlaşma sevdası o qədər bizim bəlamızdır, hətta xəstəliyimizdir bu dəqiqə. Hamı elə bilir ki, hər şey odur. Sən tələbəsən, get dərsi oxu, imtahanını ver, get həyata hazırlar. Sən bu dəqiqə sosial mediada bir şey paylaşmağa vaxtın var ki, kontent yaratmaq özü ciddi bir məsələdir. Vaxt sərf edir. Sən yer və dərsi kimi oxuyacaq dostum. Sabah sən mənim qarşıma gələndə, sən mənə Instagram və TikTok səhifəvi göstərəndə, mən sənin beynin mənə maraqlı olacaq. Sual verəcəm, sualımın cavabını istəyəcəm səndən. Mən sənə hansı şəkildə etibarlı iş verə bilərəm? Mənə maraqlı budur. Məşhur olmaq dediyim, bu bizim bəlamızdır bu dəqiqə. Çünki hamı elə bilir ki, məşhur olduqdan sonra sənə uğur gəlir. Əslində uğur gəldikdən sonra məşhur olursan sən. Uğurun dalınca qaçmaq lazımdır, məşhur olundanca yox. Biz bunu təəssüf ki, universitetlərdə bilmirəm bunu hansı şəkildə tədris edə bilərik ki, yoldaşlar, məsuliyyətlərinizin fərqində olun bugün üçün. Sən əgər 3-cü kursdasansa, atıram 1 il zamanın var. 1-ci kurs rahatdır, 3 il zamanı var. Və bu zaman çox sürətli keçir. 1-ci, 2-ci kursa əylənirsiniz, zaman keçirdiniz, tələbə həyatı, gənclik, 3-4 artıq sizin təzyiq altında yaşama, hazırlaşma dönəminizdir. Hökmən universiteti bitirəndə ən azı 2 dilinizi bilməlisiniz. Birini ən az bilməlisiniz. Hətta artıq 2-ci dil adını da çəkmirəm. Yəni bu dəqiqə aktuallığını itirir, amma qlobal şəxs olmalısınız siz universiteti bitirəndə. Bizim hədəflərimiz çox kiçikdir deyə tələbələr də bu gün üçün yaşayır. Fikirləşir ki, Azərbaycanda tanındım, burada pul qazandım, bitdi. Olmasa gedəcəm xaricdə, nə bilim, 2-ci, 3-cü hansısa işlərdə işləyə bilərəm. Ofis işləri xaric. Bax, bu təfəkkürü biz dəyişməliyik. Niyə qaçırsan dostum? Sən iş həyatına atılman üçün hazır ol, gəl öz ölkəndə və global person kimi formalaş, hansı ki, sənin ixtisasın zaten global ixtisasdır. Standartları eyni, bazar yanaşması eyni, politikası eyni, sadəcə işləyəcən şirkətlərin adı fərqli olacaq. Burada MMC, orada LTD. Ged orada işlə. Buna hazır ol. Məşhur olmaq istəyirəm. Gedin olun. Mən də əslində elə düşünürdüm ki, yəni tutalım, atıram özümdən ki, mən video editorəm. Mən özümü tanıtmaq üçün səhifə açmalıyım, orada işlərim. Yoxsa mən orada işlərimi əgər paylaşmayacamsa, mən necə tanıyacaqlar? Bu ayrı mövzudur. Hə? Gəlin Patoka baxaq. Patokda 65 dənə tələbə var. Tamam.
Əmin olun ki 65-in də TikToku var, 65-i də nəsə gündə paylaşır. Hansı kimə lazımdır? Məsələn, amma içlərində bunu biznesi çevirən insan ola bilər. Ona hörmətimiz var. Getsin, oxusun, pulunu da qazansın, misal. Ya da sizin кейsinizdə social media mütəxəssisi ola bilər, qrafik dizayn ola bilər, freelance işləyə biləcəyi və kənardan işləyə biləcəyi, part-time işləyə biləcəyi işlərə sahib insanlar istisna da, yəni daşqalaq edilməyək. Onlara hörmətimiz də var ki, halal olsun. Bu yaşda bu qabiliyyətə sahibdir və nəsə eləyir. Gənclər var, danışırıq, forma dəvət edirlər, təlimlər təşkil edirlər. Halaldır, aktivdirlər. Amma ümumiyyətlə hər zaman verilən şərhlər statistika üzərindən verilir ki, və statistika çoxluq üzərindən aparılır. Yəni deyilə bilər ki, misal bu toplum təhsili zəifdir, amma onun içərisində kimsə çox ağıllıdır. O toplumun içərisində yoxdur artıq. 1 var, 30 var. Biz statistikanı 30 üzərindən aparırıq və nəticə çıxarırıq ki, məsələn də hansısa regionun təhsil səviyyəsi universitet qəbuluna görə aşağıdan, amma orada bir nəfər var, çox yüksək bal göstərib. Bu statistika təsir eləmir, məsələn. Onda ayrıca statistikanı götürür ki, ən uğurlu şəxslər. Yəni qrupdan fərdləşməyə keçməyə başlayırıq. Bizim fərdlərlə işimiz yoxdur. Biz toplu şəkildə baxdığımız üçün mövzu budur. Video editor kimi uğur qazanmısınızsa, tələbə vaxtı, təbii ki, işlərinizi paylaşmalısınız ki, bunun üzərindən bir iş əldə edəsiniz. Amma eləmirəm. Amma qazanırsınız, onun pul var yəni. Əvvəldən qazanmısınız. Sizcə işə götürənlər üçün biri də siz, vacib olan nədir? Portfel yoxsa sertifikat? İkisi də önəmlidir. Amma yeri və məkanı çox vacib məsələdir. Misal, bir neçə dəfə səsləndirdiyim bir misal var, bəlkə çoxlar da eşidib. Qlobal brendlər çox uzağa getmək, hansısa içki brendi, geyim brendləri və yaxud da texnologiya brendlərinin CEO-ları, orada HR-lar artıq bunu ölçmürlər. Biz də onu ölçmürük. Yəni biz də belə ölçməliyik əslində. Qarşımıza gələn insanın hansı sertifikata, hansı təhsilə malik olmasından əlavə, hansı vizyona sahib olması önəmlidir. Salam, xoş gəlmisiniz. Bizə nə qatacaqsınız? Bizə nə dəyər verəcəksiniz? Çünki artıq insanlar bizneslərdə şəxslərin dünya görüşünə, bacarıqlarına, nə qatacaqları ilə maraqlanırlar. Və bunda sertifikatlaşdırmaq olmur təəssüf ki. Bunu dialoq əsasında bir müddət sınaq tanıyaraq və yaxud da ilkin vibe sözünün tərcüməsini verə bilməyəcəm, amma ilkin təəssürat olaraq nə əldə etməsi önəmlidir. Heç bir sertifikat olmaya bilər. Heç bir portfeli də olmaya bilər. Hətta elə bir insan ola bilər ki, o sadəcə imkan və fürsət tapa bilməyib özü üçün. O bir növ gün işığına çıxsın. Bizim kimi şəxslərin öhdəliyidir ki, onu araşdırıb baxaq, o insanın qabiliyyəti nədir və onu üzə çıxardıq. Təbii ki, bizim həyatımızda da olubmu, fikirləşməliyik, olub elə insanlara rastlaşmışıq, amma hamı elə deyil. Heç də hamı mənim kimi düşünmür. Çünki heç kim zəhmət çəkmək istəmir. Ən böyük problemimiz budur. Amma deyir ki, hazır kadr gəlsin. Yəni baxım, Allah sertifikat bu 500 manatlıq kursa gedib. Yəqin ki, nəsə bilir. Gəl otur. Əzizim, yəni insanlar bu dəqiqə elə bizim ölkəmizdən yola çıxaraq xaricə gedib təhsil almaq çox rahatlaşıb. Scholarshiplər, təqaüdlər, dövlət dəstəyimiz hamı hardasa gedib oxuya bilir. Artıq xaricdə təhsil, hansısa sertifikatlara sahib olmaq rəqabət meyarı deyil. Hazırda sizin dünya görüşünüz, qabiliyyətləriniz, soft skillləriniz deyə bilərik bunlara. Yumşaq qabiliyyətləriniz nədir? O da onun bacarıqlarıyla birlikdə ahəngdə olmalıdır. Siz bizə özünüzü satmalısınız. Yəni bu onlar meyar deyil deyə düşünürəm. Ona görə də təbii ki, sertifikatdan, nə bilim, hansısa sübut edici bir vəsaitdən çox beyninizə yığacağınız qabiliyyətlərdən, dünya görüşlərdən, savaddan bu dəqiqə bizə ehtiyacımız odur. Çünki mənim də dəfələrlə təkrar, şəxsən mənə daha əvvəl təcrübələrimdə yaşım az olduğu üçün CV-mə baxıb, CV-niz parlaqdır, amma həqiqətən bunu eləyə bilərsinizmi? Belə təfəkkürü ilə baxıb tərəddüd edən adamlar olub. Həmişə bir sizdə var, gedin özünüzə adam tapın. Yəni misal. Onlar o təfəkkür deyil. O adamların təfəkkürü olmalıdır ki, bu adam bunları eləyib, fürsət verək, baxaq, görək necə olacaq. Məsələn, təfəkkürümüz belə olmalıdır. Azərbaycanda gənclərin faydalana biləcəyi yerli marketinq təlimləri və ya mentorluq təlimləri varmı? Var. Əvvəlki dövrlərlə müqayisədə daha çox var. Bu yaxşı göstərici əslində. Bu bir növ bazarın yaranmasıdır. Tələb və təklif bazarı. Demək odur ki, insanlar ehtiyacları var ki, bu qədər proqramlar var, təlimlər var, akademiyalar var. Təbii ki, hamısı dostlarımızdır, tanışlarımızdır. Əladır, dəstəkləyirik. Birinin adını çəkib, birini çəkmək doğru olmaz, amma
hal-hazırda ciddi təcrübəyə sahib, özgüvənə və bu riski alıb bunu edə bilən, uğur qazanan çox şəxs var. Düşünürəm ki, bu gün browser üzərindən, internet üzərindən axtarıb dost, tanışlar, referans ala biləcəyi, onsuz da maksimum 10 dənə şəxs və yaxud da akademiya olacaq. Hamısı uğurlu deyə düşünürəm. Yəni bizdən də soruşsa biz də onlar deyəcəyik. Yəni birini deyib birini deməmək üçün yaddan çıxar, ayıb olar. Siz təlim keçirsiniz, əvvəl keçirdiniz indi? Olur, keçirik. O da yenə dostlarımız sayəsində dəvət olunduğumuz gənclərlə və yaxud hansı qruplarda, zamanında universitetlər nəzdində bu şəkildə və yaxud hansısa şirkətlər müraciət elədiyi zaman onların komandalarına ayrıca təlimlər deyirik. Mənim özümə maraqlı gələn, ümumiyyətlə, marketoloq hansı işləri görür? Çünki LinkedIn-də iş elanlarını görürəm və çoxunda yazılır SMM tələb olunur. SMM-ə videoda çəkdirirlər, montaj da eləyir. Sonra qrafik dizayn işi ilə də məşğul olmalıdır. Yəni, marketinqə bunların hamısı daxildirmi? Maaş da 650 manat. Bunu da qeyd edin. Maaş verirlər də yəni. Maaş verirlərsə sağ olsunlar. Yəni bazar anlayışı var. Təbii ki, bilirsiniz. Tələb, təklif və xidmət və ya məhsul. Üçü bazar yaradır. Və bazarlar çox müxtəlifdir də. Çünki orada alıcının alıcılıq qabiliyyəti, satıcının təklifi, məhsulun keyfiyyəti, bu üç komponent müəyyən bazar yaradır. Gəlin belə baxaq. Marketinq ixtisaslı şəxslərin və ya təklif olunan xidmətlərin bazarına baxaq. Elə bazar var ki, orada insan sadəcə bir xidməti deyir ki, mən sadəcə qrafik dizaynerəm. Mənim əmək haqqım net bu rəqəmdir. Bundan əlavə mən bir şey təklif etmirəm sizə. Bu işi çox yaxşı bilirəm, portfolyomda budur. Onu axtaran şirkətlər var. O axtaran şirkət bunu tapacaq, bu yoldaşını və onlar bir-birini tapacaqlar. Və bunun təbii ki, yoldaşın təklif elədiyi xidmətdə o keyfiyyətli olur. Üçü bir bazarı yaratdı. Siz dediyiniz eyni anda 4-5 işi görə bilərəm həvəsi ilə iş görən yoldaşlar və onu axtaran başqa şirkətlər var. Bunlar da ayrıca bazardır. Bunların bir-birinə heç bir dəxli yoxdur. Atıram. Bugün hansısa təbii ki, bu bazarların yaranma səbəbləri var da. Şirkətlərin aşağı büdcəyə işləmək istəkləri, bir nəfərin bir neçə iş özü görüb daha çox pul qazanma niyyəti, keyfiyyətsiz xidmətin və keyfiyyətsiz xidmət təklif edənlə alan tərəflərin mövcudluğu, rəqabət meyarına və hələ onun necə formalaşdığını anlamayan şirkətlərin mövcudluğu. Şəxslər edə bilirlər ki, bir işi sadəcə eləmək yetərlidir. Yox, bir işi yaxşı eləmək lazımdır. O zaman bu yetərli olur. Siz rəqibinizlə müqayisəyə girib daha çox kütlə əldə eləmək istəyirsinizsə, sadəcə sosial mediada bir post paylaşmaqla bu olmur əzizim. Onun yaxşı və keyfiyyətli kontenti olmalıdır. Normal büdcəsi olmalıdır. Yaxşı ona cavab verən, yaxşı keyfiyyətli cavab verən şəxs olmalıdır. O gələn lidi və yaxud da sorğunu satışa çevirən danışıq qabiliyyəti olan, ünsiyyət qabiliyyəti və həvəsi olan şəxs olmalıdır. Gör neçə nəfər var. Siz bunları cəmləyəndə uğur olur. Və bunları eləməyən şəxslər digərlərinin uğurlarına təsadüf deyir. Bəli. Ya əzizim, sən düzmü yoldasan. 10 nəfərin işini bir nəfərə gördürürsən. Və gördürən də narazı olur, görən də narazı olur. Görən də deyir ki, mən bu qədər işləyirəm, niyə mən varlanmamışam? Çünki sən o qədər işi görürsən, doğru eləmirsən. Yenə deyirəm, qınamırıq, hər bazarın öz adamları var, oyunçuları var. Onlar orada xoşbəxtlərsə qalsınlar. Amma o bazarlar necə dəyişir? Oradakı kimsə ayılır. Deyir ki, bir dənə görüm, daha yaxşı bir partnyor tapsam necə olar? Bu yoldaş deyir ki, 5 iş yox, ikisini mükəmməl təqdim etsəm necə olar? Bu necə olarlar? Düşünmə prosesi artıq bir növbəti mərhələ bizə yaradır. Deyirik ki, bir dənə yoxlayım. Yoxlayır gör ki, nə gözəl. 3 dənə şirkətdən aldığım işi 2 xidmət təklif edirik, bir nəfərdən alıram. Bu artıq promotion və inkişafdır. O adam da artıq bir nəfər tapıb 5 iş işlətməyəcək adam tapa bilmədiyi üçün büdcəsini artırır. Və əmin olun ki, büdcə artdıqca, fikir və təfəkkür dəyişdikcə hər şey yaxşılaşır, gözəlləşir. Yenə deyirəm, burada heç kimi qınama şansımız yoxdur. Çünki nəticə etibarilə işi yaradan puldur. Pulu gətirən başdır. Başı formalaşdıran təhsildir. Zəncirvari şəkildə geçsək, yenə gedirik çıxırıq, düşünmə tərzi, mental dəyərlər və təhsil önəmlidir.
Düşünürəm ki, o şəraiti də yaradanlar bizik. Məhz o işçi kimi gedənlər, əməkdaş kimi gedənlərdir. Düşünürəm ki, razılaşmasalar, bu bazarı formalaşdırmasalar, çünki tamam, siz deyirsiniz, qrafik dizayner getdi, deyir ki, mən bu işi görəcəm də, bundan artığını görməyəcəm. İşə götürən də deyir ki, sənə yaxşı yol, filan kəs var idi, onu çağırım, o hər işi görəcəkdi onsuz da. Bu hallar dünyanın hər yerində var deyə düşünürəm. Təbii ki, az və çox şəkildə. Biz biraz inkişaf etməkdə olan bir kütləmiz var və inkişaf etmiş kütləmiz var və ortada böyük bir fərq var. Ya yaxşı sata bilirik öz xidmətlərimizi, ya da öz xidmətimizi sata bilmirik. Sata bilmədiyimiz üçün əlavə şeylər təklif edirik. Bunu da veririk, bunu da veririk. Amma mənim özüm cavablayaram, nə bilim. Və bu şeylər var ha, 5 işi bir arada görərəm məntiqi, müxtəlif şirkətləri və startapçıları sadə həllər yaratmağa məcbur edir. Görürsünüz, qrafik dizaynerlərin müxtəlif hazır şablonlar üzərindən işləri rahatlayıb. Video editorlərin nisbətən hazır platformalar üzərindən işləri rahatlayıb. Bu rahatlıqlar belə şeylər yaradır. Belə insanları yaradır, gedib bunlar təklif edir əslində. Çünki təklif alan, xidmət alan tərəf çox da başa düşmür bazarı. Siz işçi tərəf, yəni xidmət təklif edən tərəf bazarı körlüyür. Adam gedir deyir ki, buradan sadəcə şablon var, buradan videonu götürəcəm, content ChatGPT sağ olsun, orada bir dənə süni intellektlə şey tapacağam. Çox bəsitləşdirirlər, amma başa düşmürlər ki, orada bir dəyər olmadığı zaman, bir emosional bağlılıq olmadığı zaman, üstündə zəhmət olmayan heç bir şey müştəriyə təsir eləmir. Məsələn, mən bir müştəri olaraq o hazır kontentdən bir şey hiss etmirəmsə, bir şey almıramsa, onun günahı o xidməti görəndədir. Müştəridə deyil. Müştəriyə siz xidmət təklif edən deyə bilərsiniz ki, büdcəni artırmırsınızsa, zaten bazarda çox az insan var. Kimsən itirmir və əvəz edilməz kimsə də yoxdur. Bəli, düzdür. Çox sağ olun Saday müəllim. Gəldiniz. Maraqlı oldu.